Şəhid tankçı Qurban Cavadoğlu Nəbiyevin xatirəsinə həsr olunur. Nəbiyev Qurban Cavadoğlu 15 mart 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Qurban 5 bacının ikinci qardaşı, ailənin 4-cü övladı idi. Dəmir yolcu işləyən atası Cavad kişi ötən əsrin 90-cı illərində ermənilər tərəfindən bir neçə iş yoldaşı ilə birlikdə əsir götürülmüş, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə geri alınmışdır. Mən sizə dedim ki, o ermənilərin birinci hücum günü bir dəstə bizim adamlar itibdir. Onların aqibətini biz axtarırıq. 1988-ci ildən başlayan elan edilməmiş Ermənistan-Azərbaycan müharibəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Ermənistanla sərhəd olan bütün rayonları əhatə edirdi. Orta təhsilini gümüş medalla bitirən Qurban, Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmaq arzusundaydı. Lakin Dağlıq Qarabağ, ətraf rayonlar, Naxçıvan istiqamətində geniş yayılan müharibə Qurbanı hərbi xidmətə gətirdi. Yeniyetmə Azərbaycan gənci hərbi xidmətə çağırılarkən hərbi komissarlıqda tankist olmaq arzusunda olduğunu bildirdi. Digər əskər yoldaşları kimi Qurban da təlim alıb tez bir zamanda cəbhəyə getmək istəyirdi. 1993-cü ilin noyabr ayında yeni təlimdən çıxmış tank taborunu Beyləqan Füzuli istiqamətinə göndərdilər. Cəsur tankçılar qorxu bilmədən döyüşürdülər. Qurbanın da tərkibində olduğu tank bölüyünü en saylı hərbi hissənin tərkibinə verib, Füzuli rayonunun Kənd Horadiz, Lələtəpə yüksəkliyi uğrunda döyüşə göndərdilər. Həmişə Qurbanın üzündə bir saflıq, bir məhsumluq görünürdü. Qurbanı digər döyüş yoldaşlarından fərqləndirən xüsusiyyətlərdən biri də sigaretdən, spirtli içkilərdən uzaq olması idi. Qazi, vətənpərvər şair İmadəddin Səlimin yaddaşında saxlaya bilmədiyi onlarca şəhid tankçılarımızın əziz və unudulmaz xatirəsinə yazıb bu şeiri. Vurdu düşmən səddini, əydi onun qəddini, bildirdilər həddini bizim ölməz tankçılar. Əlöfsət, Vali, Elşad, hər birisi bir Gürşad, birləşdilər doğma yad bizim ölməz tankçılar. Atıb 3 növ mərmini, qazdı düşmən qəbrini, qorudu bir-birini bizim ölməz tankçılar. Yada saldı Qurbanı, onun üzlü cavanı, yazdı yeni dastanı bizim ölməz tankçılar. Dəmir atlı ərənlər, düşmən bağrın dələnlər, vətən üçün ölənlər bizim ölməz tankçılar. Hər bir Azərbaycan əskəri kimi tankçıların da arzusu düşmən üzərində layiqli qələbə çalmaq idi. Elə bu istəklə də tankçılar qorxmadan döyüşə atılırdılar. Transformator şərti yüksəkliyi ələ keçirilmiş, bir neçə erməni əskəri əsir götürülmüşdü. Kənd Horadiz, Lələtəpə yüksəkliyi uğrunda qızğın döyüşün ardı arası kəsilmirdi. Füzuli rayonu istiqamətində ermənilərdən götürülmüş T-72B və PDM-2 əskərlərimizdə yüksək əhval-ruhiyyə yaratmışdı. 16 aprel
1994-cü il tarixində tank bölüyü Kənd Horadiz uğrunda gedən döyüşdə qəhrəman döyüşçü Sərras Atıcı Nəbiyev Qurban Cavadoğlunu şəhid verdi. Digər şəhidlərimiz kimi Qurban da əbədiyyətin sönməyən günəşinə çevrildi və bu gün qürurla şəhidlərimizi yad edərkən deyirik: şəhidlər əbədiyyət üfüqündə doğan günəşdirlər. Bugün hər bir şəhidimizin ruhu şaddır. Çünki uğrunda canlarını qurban verdikləri vətən torpağı işğaldan azaddır. Sevindirici haldır ki, şəhid əmisinin adını daşıyan qardaşı oğlu Qurban Bakı Dövlət Universitetinin Kimya Fakültəsinə daxil olmaqla əmisinin arzularını gerçəkləşdirib. Ruhuna salam olsun tankçı əskər.